Toplu 2019 birinci hissə mövzu nədir? Ədədin tam və kəsr hissəsi çox maraqlı mövzudur. Ədədin standart şəkli. Uşaqlar, bir daha yadımıza salaq, ədədin tam hissəsi nə idi? Həmin ədəddən böyük olmayan ən böyük tam ədədə deyilir. Və belə işarə edirdik adətən. X ədədindən böyük olmayan ən böyük tam ədəd. Ədədin kəsr hissəsi nə idi? Ədədin kəsr hissəsini tapmaq üçün həmin ədədin özündən tam hissəsini çıxmaq lazım. Yəni, istənilən x həqiqi ədədini onun tam və kəsr hissələrinin cəmi şəkildə göstərmək olardı. Buna çox diqqətli olun. Kəsr hissəni tapmaq üçün də, yəni buna kəsr hissə deyirik. Ədədin özündən tam hissəsini çıxırdıq. Bu, istənilən ədəd üçün doğru olan formuldur. Yəni, bunu yadınıza saxlayın ki, istifadə eləyək bundan. İndi birinci. Bu, hələ əvvəlkilər asan da olacaq. Deyir ki, A bərabərdir 2 tam 4-də 3 çıxaq 0,5 ədədinin kəsr hissəsini. Bu 2 tam %75 çıxaq 0,5, bu da 2 tam %25. Deməli, kəsr hissə 0 tam %25-dir. D variantı. İkincisi də o formada da özünüz eləyə bilərsiniz. Üçüncüsü. 2 tam 4-də 3-də gərək 0,5 ədədinin nə hissəsini? Tam hissəsini. Şöyle bu 2 tam 4'də 3, deməli 2 tam %75 budur, 0,5 də budur, 3 tam %25, yəni 3 tam 4'də 1 edir elə. Bunun da tam hissəsi 3'dür. Y variantı. Keçirik. Keçək deməli. Dördüncü də bu tipdədir. Fərqli olsa yazacağım onları. 5'ə baxaq. İndi standart şəkil nə idi? Xatirinizdədirsə, dedik ki, çox rəqəmli ədədləri ümumiyyətlə standart şəkildə yazırıq. Səbəb də nədən ibarət idi ki, çox rəqəmli ədədlərin yazılmasına çox da enerji və vaxt sərf edilməsin. Və standart şəkildə yazılış nə idi? A vuraq 10 üstü n şəklində yazırdıq. Burada A-ya qiymətli hissə deyilirdi. 1 kiçik bərabərdə kiçikdir. 10 olmalıydı. N isə tərtib adlanırdı. Tərtib. Ona görə də diqqətli olması istənilən ədədi, yəni standart şəkildə yazmağı bacar. Yadınızda öyrənmişik, yəni yadınızda olsun. 5-ci belədir. 3 tam 10'da 7, A bərabərdir. 3 tam 10'da 7 vuraq 10 üstü 9. B də bərabərdir. 7 tam 10'da 4 vuraq 10 üstü 8 ədədləri arasındakı aşağıdakı münasibətlərdən hansı doğrudur? 10 böyükdür, bunun böyükdür və s. Deməli, bu belədir da. Bunu da yazırıq 37 vuraq 10 üstü 8. Deməli, A, B-dən böyük uşaqlar. A, B-dən böyük münasibəti də B variantıdır. Keçirik 7-ciyə. Çox maraqlıdır. Baxın uşaqlar bura. Standart şəkli qeyd eləyin ki, yadınızdan çıxmasın. Düşürəmişəm. 377 yazıb, sonra da neçədən asıq? 1, 2, 3, 1, 2, 3, 1, 2. Deməli, bunu standart şəkildə. Birinci, bunun qiymətli hissəsi. Dedi ki, 1 ilə 10, 3 tam %77 vuraq 10 üstü 10 eləməlidir. 8-dirsə gəl. Görürsünüz, 2 dənə burada Y variantı. Tərtibi 10'dur, qiymətli hissəsi 3 tam %77. 9'a baxaq. 9 da belədir. 61, 600, sonra da milyon. 3, 1, 2, 3. Bunu da standart şəkildə. Bu 6 tam %16'dır. Qiymət hissəsi 10 üstü. Deməli, neçə oldu? 2, 4, 10 da bu. 10 üstü 10. Var mı elə bir cavab? A variantı. Yaxşı, keçək 11'ə. 10'uncu da bunu oxşardır. Özünüz yazarsınız ki, yadınızda qalsın. Mütləq uşaqlar işləyin. Yalandan cavabı atmayın ora. Mütləq işləyin, yaddaşınızda qalsın. 11-ci. Bax, indi gəlirik bu əsas məsələyə. Kök altında 28. Çıxaq 8 ədədinin kəsr hissəsini deyir, tapın uşaqlar. Bunun üçün biz mütləq birinci bunun tam hissəsini tapmalıyıq. 28 ədədinin tam hissəsi 5 ilə 6'nın arasında yerləşir. Çünki bu ədəd 5 ilə 6'nın arasındadır. 5 kiçikdir, kök altında 28, kiçikdir 6'dır. Düzdürmü? Bunun hər tərəfindən 8 çıxsa, mənfi 3 kiçikdir. Kök altında 28 çıxaq 8, kiçikdir, mənfi 2. Deməli, bunun özündən böyük olmayan ən böyük tam ədəd mənfi 3'dür. Deməli, bunun tam hissəsi mənfi 3'dür. Onu da belə işarə edirik. Kök altında 28, çıxaq 8'in tam hissəsi mənfi 3'dür.
Kəsr hissəsini tapmaq üçün nə deyirdik? Deyirdik ədədin özündən tam hissəsini çıxmaq lazımdır. Yəni, kök altında 28 çıxaq 8-in kəsr hissəsi bərabərdir. Kök altında 28 çıxaq 8 çıxaq -3. Bu da bərabərdir. Kök altında 28 çıxaq 5. C variantı. Yaxşı. Keçirik 13-ə. 13. 13 belədir uşaqlar. Kök altında 19 çıxaq 10 ədədinin kəsr hissəsini tapın. Eyni qayda ilə. 19 4 ilə 5-in arasındadır. 4 kiçikdir. Kök altı 19 kiçikdir 5. İndi bunu çıxaq 10 eləyirəm hər tərəfdən. -6 kiçikdir. Kök altı 19 çıxaq 10 kiçikdir -5. Deməli, bunun tam hissəsi özündən böyük olmayan -6-dır. Kök altı 19 çıxaq 10-un tam hissəsi -6-dır. Kəsr hissəsi nəyə bərabərdir uşaqlar? 10 bərabərdir. Kök altında 19 çıxaq 10 çıxaq -6. Yəni üstə gələk 6 demək. Bu isə kök altı 19 çıxaq 4 deməkdir. D variantı. 15-ə baxaq. 15. Deyir ki, A ədədi bərabərdir M vuraq 10 üstü -16. B ədədi də bərabərdir. 2,6 vuraq 10 üstü 23. Standart şəkildə verilmiş ədədlərdir. M-in neçə natural qiymətində AB hasilinin tərtibi 8-ə bərabərdir. Birinci AB hasilinə baxaq. AB hasili bərabərdir. M vuraq 2,6 vuraq 10 üstü -16 üstə gəl. Qoy yazım yaxşı. Qoy yazım deməli. M vuraq 10 üstü -16 vuraq 2,6 vuraq 10 üstü 23. Bu da bərabərdir. Qiymətli hissələri bir yerə yığıram. 2,6 vuraq M. Üstündə 10 üstü 16 çıxanda neçə eləyir? 7 mi eləyir? 7. İndi bunun tərtibi 8 olması üçün M 10 ilə 100-ün arasında yerləşməlidir. Düzdürmü? 2 rəqəmli olmalıdır. Deyir ki, neçə qiymətində 10 ilə 100-ün arasında yox. M yerləşməlidir. 6, 5, 5-dən sonra. M 5 olanda, görürsünüz, 4 olanda olmur. 4 olanda da olur mu yoxsa? 4 olanda da olur. 4, 3 olanda olmur. 4-dən başlayır. Bir də 3 rəqəmliyə keçdiyi anı deyək də, hava olur. Məsələn, deyək ki, 40 olanda olur mu bu? 80, 24 olur. Bu olur, bu heç. 39 olanda baxaq. 39 olanda görək 100-dən böyük mü olur? Bir vurun görək 39, 40 olanda neçə ladır? 104. Onda 38-i yoxlayın. Vur, alt-altta vur. 38. Elə mi eləyir? İndi 4-dən 38-ə qədər ədədlərin cəmini tapmaq lazımdır. Nə tər tapacaq? Silsilə ilə tapın da 4 üstə gələk 38 bölək 2 vuraq neçə dənədir? Deməli 4-dən 38 çıxanda 34, 35. 35-ə vururuq da, düzdürmü? Elədirmi yoxsa? Hamı yalanır. Deyil. 42, 21 vuraq 35. Gəlib gör bir eybəcə bir şey olacaq. 735 var mı? Yox. Balaca rəqəmlərdir. Onda biz nəyə düz fikirləşməmişik? Yox, biz nə fikir... Dayan. Tərtib 8 olması üçün da bu 10 üstü 1 də burada əlavə olmalıdır da. Bu tərtib 8 olması üçün belə deyək də 2,6 M-imiz kiçik bərabərdir 100 və mən bunu deyirəm və böyük bərabərdir 10 olmalıdır. Da bax bu olmalıdır. Belə olanda tərtib 8 olur da, düzdürmü? İndi tapaq da 2,6-ya bölək. 2,6-ya böləndə nə olur onun? 100 bölək 26
kiçik bərabərdir m, o da kiçik bərabərdir 1000 bölək 26. Mən bölməliyəm da siz eləcə baxmalısınız. 50 bölək 13 kiçik bərabərdir m, o da kiçik bərabərdir 500. Niyə mən düz fikirləşirəm da 13? Və nəyi düz eləməmişik onda? Mən düz fikirləşirəm. Qoy bir də baxaq, neçəni deyir? AB hasilinin tərtibi 8-ə bərabərdir. Qardaş, 23-dən 16 çıxanda 7 eləyirmi? Bunun da tərtibi 8. M ondan böyük olanmaz. Hə, bax tutanmadığımız oldu. Düz deyirsən. Hə. M ondan böyük olanmaz. Biz onu nəzərdən qaçırmışıq. Bax, əsas məsələ budur. Hə. Bax, bu məsələn, bax, görürsən, diqqətsizlik elədiyimiz oldu. Niyə ondan böyük olanmaz? Çünki bu şeydir, qiymətli hissədir axı. Deməli, ondan olur 4 üstə gələk 5 üstə gələk 6 üstə gələk 7 üstə gələk 8 üstə gələk 9, 10 ola bilməz ancaq. Halaldır. Deməli, bu 13, 13, 13, 39-durmu? Neçə dənə? Neçə dənə oldu? 6 dənədir cavab. B bəndi. Hə, bax, nəzərdə qaçışdığımız buydu. Mən neçə idi bu elədiyim? 18? 15, və buraya 18 yazmışım. Onun hamısı qocalıqdandır. Yaxşı. Həyatımız saniyələrləndir. 45 dəqiqə gir, qaça-qaça çıx, tənəffüs, 45 dəqiqə bir də qaça-qaça evə. Hansı onun zivilidir. 15-dən sonra gəlir 16-17 məsələn. 17-ni yazıram. 17 belədir. Kök altında 35, çıxaq 2 kök altında 7 ədədinin kəsr hissəsi ilə bu ədədin əksi olan ədədin hasilini tapın. Birinci bunun kəsr hissəsi nədir? Baxaq görək. Kök altında 35 budur. Çıxaq. Kök altında 28 də budur. Yaxşı, 35 5 ilə 6-nın arasında yerləşir. Bu da 5 ilə 6-nın arasında yerləşir. Bu da 5 ilə 6-nın arasında. Deməli, bunun özü elə kəsr hissədir. Başa düşdünüzmü nə deyirəm? Bax, kök altında 35 kiçikdir 6-dan, böyükdür 5-dən. Kök altında 28 də yenə 6-dan kiçik 5-dən böyükdür. Tam hissəsi 5 olandı ikisinin də. Bir-birindən çıxanda bunların tam hissəsi 0 olur. Başa düşdünüz? Bunun da tam hissəsi 5-dir, bunun da tam hissəsi 5-dir. Tam hissələr çıxanda bunların 5-lər gedir, bircə özləri kəsr hissə qalır. Ona görə bunun özü kəsr hissədir. Yəni, kök altda 35, çıxaq kök altda 28-in kəsr hissəsi elə bunun özüdür. Kök altda 35, çıxaq kök altda 28-dir. Bunun nəyə ilə deyir hasilini tapın? Əksi ilə hasilini tapın. 17-də. Bu ədədin əksi olan ədədə hasilini tapın. Əksi də ki, budur. Mənfi kök altında 35, çıxaq kök altda 28, vuraq kök altda 35, çıxaq kök altda 28. Bu isə mənfi kök altında 35 çıxaq 28-in kvadratı deməkdir. Onda mənfi mötərizədə 35, üstə gələk 28, çıxaq 2, vuraq kök altında 35, vuraq 28. Görək bu nə olur. Bu da bərabərdir. 35 ilə 28, 50, 63, mənfi 63. Bu isə 7, 7 də bu, 2 də bu, 14, çıxaq 28, kök altında 5 elərini eləyə bilmirəm. Tərsinə də vuranda 28, kök altında 5, çıxaq 63 var mı uşaqlar? C variantı. Yəni, diqqətsizlik səhv eləyə bilərəm. Amma ümumi gedişat belədir. Hesablama səhvi ola bilər. 17-dən sonra gəlir 19. 19-da deyir ki, 2 kök altında 15, çıxaq 3 kök altında 6 ədədinin kəsr hissəsi ilə bu ədədin əksi olan ədədin hasilini tapın. Bunun da kəsr hissəsinə baxaq. Görək nədir? Bu kök altında 60 eləyir. Çıxaq. Bu da kök altında 9-u vuranda 6-ya 54 eləyir. Bax, bunun da kəsr tam hissəsi şeydir, 7-dir. Bunun da tam hissəsi 7-dir. Bəyəxkina çox oxşur. 7-dən 7 çıxanda da bunun özü kəsr hissə eləyir. Yəni, bunun tam hissəsi 0-dır.
Kəsr isə kök altda 60 çıxar, kök altda 54'dür. Nəyin hasilini tapın deyir? Bu ədədin əksi. Bayaqkına oxşur. Mənfiyə də vuranda kvadrat edir. Mənfi 60 üstə gərək 54 çıxar. 2 kök altında. 60 vuraq 54 də bu edir. Görək nədir? Bu mənfi 114 çıxar. 60'dan da deməli 60'dan burada çıxır. 54 nə demək? Bu sadə vuruşlara ayrılışını yazın. 60, bu da 6 vuraq 9 deməkdir. Yox, 2 vuraq 27. 2 vuraq 27 budur. 3 vuraq 20 də budur. Deməli, buradan nə çıxır? Mənfi 114 çıxar. 2 vuraq 27-dən birinci 9 çıxır. Bu 3 ilə 27 getdi mi? 20 qaldı da. 40'dan da çıxır 2. Vuraq 2. Kök altında 10. Bu da 4, 36. Kök altında 10. Çıxaq 114 var mı? D variantı. Yaxşı. 21 müəyyən edin. Bu sonuncu sualımızdır. Uyğunluğu. 21 belədir. 1. Kök altında 7 çıxaq 3. İkincisi 3 çıxaq kök altında 10. Üçüncüsü kök altında 10 çıxaq 3. Deyir tam hissəsi 0'dır. Baxaq görək tam hissəsi 0'dır. 1, 2, 3. O budur. Tam hissəsi 0 olan. Çünki kök altda 10'un da tam hissəsi 3'dür. Bu da deməli A variantı 3'ə uyğundur. Kəsr hissəsi verilmiş ədədin özünə bərabərdir. O da budur. O da budur. Kəsr hissəsi verilmiş ədədin özünə bərabərdir. Deməli B variantı da 3'dür. Yaxşı. Tam hissəsi 1'dir. Baxaq görək nədir bu? Tam hissəsi 1 olan. Varmı elə bir şey? Bununki ola bilməz. Bu kök altda 9'dur. 2 ilə 2. Bunun tam hissəsi 2'dir. Deməli, bu da 9. Tam hissəsi 1 olan yoxdur deyəsən heç. Bəlkə budur. 9, bu 0'dır. Yaxşı. Kəsr hissəsi kök altda 7 çıxaq 2'dir. O budur. Kəsr hissəsi kök altda D variantıdır. Kəsr hissəsi 4 çıxaq kök altda 10'da o da budur. O da budur. Y variantı da 2. Bu qədər uşaqlar. Bunu 2023'ünü evdə yazacaqsınız.